Heç bilirsiniz ki, dünyada neçə ölkədə Fatimə adında şəhər var? Xoşum gəldi bu məlumatı, istədim sizlə paylaşım. Təəssüflər olsun ki, amma müsəlman ölkələrində yoxdur belə bir şəhər. 4 dənə şəhər Braziliyadadır, Fatimə adında. Biri Nova Fatimədir, Braziliyanın Parmina ştatındadır. Biri Oliveira de Fatimə, biri Boş Fatimə, biri Fatimə de Sul. Baxarsınız, bu internet məlumatları var, internetdə kifayət qədər bu barədə. Amma bu Braziliyada olan bu 4 şəhər də Portuqaliyadan keçmədi. Çünki bilirsiniz, Braziliyada çoxu ya Portuqaliyadan ya İspaniyadan köçənlərdir. Portuqaliyada da 2 dənədir. Biri Nossa Senhora de Fatima, şəhərin adı belədir. İkincisi isə adı elə Fatimadır. Şəhərin adı Boş Fatimə. Portuqaliyada Santarém rayonundadır bu. Bizim burada dostlarımız getmişdilər Portuqaliyaya. Mən onlara dedim, 3-4 il bundan qabaq. Dedim ki, gedərsiniz, imkanınız olsa Portuqaliyada Fatimə şəhəri var, soruşarsınız, gedər sonra yaxından tanış olarsınız. Nəsə gəldilər, dedilər, Seyid gedə bilmədik, amma maraqlandı. Gördük, bəli, həqiqətdə də var. Turist kimi getmişdik deyə yox idi proqramda, bizi ora aparmadılar. Amma dedi, Portuqaliyada belə bir şey var. Orada həyət evlərində qapıya bir əl qoyurlar, belə rəmzi olaraq ki, qapıları döyməyə. Bizdə də bəzi evlərdə var. Qoyurlar, deyir, həmən o qapını döyənə deyirlər ki, Fatimənin əli. Belə deyirlər ki, evə xeyir, bərəkət gətirər. Bu, boş yerə yaranmayıb. Bu barədə oxuyun, Fatimənin 3 sirri deyilən bir şey var. Fatimənin 3 sirri, belə deyirlər. Rusca, İngiliscə, ərəb dilində kifayət qədər məlumat var, Azərbaycan dilində isə çox azdır. Portuqaliyanın 3 sirri nədir? 3 dəfə Portuqaliyada həmən bu axırıncı dediyim şəhərdə, rayonda, indiki ki, orada Fatimə şəhəri ki var, 2001-ci ilin siyahıya almasına görə 10 min əhalisi var, balaca bir şəhərdir. Orada 1917-ci ildə 3 dəfə 3 uşaq xanım Fatimə Zəhranı görüb. Bunu Portuqaliyada heç kəs danmır. Hətta onların adları da var, özləri də danışıblar. Bu barədə Portuqaliyada film də çəkilib. Ki, Lucia və onun 2 dənə əmisi oğlu, Francislə Justina, bunlar görüblər. Qoyun otaranda çöldə. Bunu yenə deyirəm, Portuqaliyada hamı danışır. Amma onlar deyirlər ki, burada Fatiməni görüblər. Deyirlər, kimdir Fatimə? Deyirlər, Həzrəti Məryəm. Müqəddəs Məryəm deyirlər. Çox da maraqlıdır ki, öyrənərsiniz bunu. Mən maraqlanmışam. Məsələn, burada da, Rusiyada da kimin adı, məsələn, burada uşağı bilirsiniz, aparırlar kilsəyə, orada xaç suyuna salırlar və onun kilsədə adın yazırlar və qeyd edirlər. Ki, onun olur kilsə adı, belə deyirlər, kilsə adı. Hansı uşağın ki, adı Sveta, Svetlana, yəni işıqla, nurla bağlıdır, onun adını, onu xaç suyuna salanda, kilsədə onun kilsə adı yazılır Fatimə. Maraqlanasınız, çox maraqlı bir şeydir bu. Onlar deyirlər ki, biz Həzrəti Məryəm olub bu, görsənib orada. Sifətlərini də deyirlərdi, başında qara çadrası vardı, əlində təsbih vardı. Nəsiyyət eləyib o uşaqlara, bəzi sözlər deyib. Amma çox da maraqlı da odur ki, o balalardan biri, görənlərdən biri danışan, deyir ki, həmən xanımın bir qabırğasının üstündə dəlik vardı. Deyir, biz onu gördük. Xanım bir əlində təsbihdir, amma bir əlində qabırğasının üstünə qoymuşdu bizlə danışandı. Yəni, oxuyun bu barədə, doğrudan oxuyun, sirlər var. Dünyada maraqlı sirlər var, amma gizlədirlər bunu, çalışırlar. Çalışırlar, gizləsinlər. Dəfələrlə 1917-ci ildən bu tərəfə, dəfələrlə həmən yerdə ibadətgah, onlar məsələn indi kilsə bilirlər də, tikiblər, söküblər onu, dağıdıblar, sonra yenə tikilib, yenə dağıdıblar. Oxuyun bu barədə, maraqlanın və bunları çatdırın başqalarına da, qoy bilsinlər, yayın. O neçə gündür bizi, az qalıb ki, WhatsApp-ı da bağlayaq, Messengeri bağlayaq, yəni sosial şəbəkələrdən çıxaq. Ona Fatihə oxuy, buna Yasin oxuy, bunu ona göndər, onu buna göndər, da bezdiriblər cəmaatı. Belə şeylərlə məşğul olmaqdansa, bu cür məlumatları paylaşın, insanlara xəbərdar olsunlar, bilsinlər, sənədi ilə, tarixi ilə, yayın cəmaata. Bu faydası var bunun və film çəkilib İngilis dilində bu barədə.
Onları yayın, rus dilinə də tərcümə olunub. Onları yayın, tapın. Bunlar qoy insanlar da bilsinlər ki, bu sirlərdən agah olsunlar.